imkan vermədi. Hər halda belə başa düşürəm. Amma hər halda biz kifayət qədər yığışmışıq artıq bura. Avropa Şurasında Azərbaycanın üzvlüyünün bu il 25 ili tamam olur. Biz əlbəttə bu aksiyanın adından həm də Avropa Şurasına bir bəyanat göndərəcəyik qətnamə olaraq ki, bu 25 il ərzində Azərbaycanın Avropa Şurasında üzvlüyü Azərbaycan xalqına nələri verib və Azərbaycan xalqından nələri qoparıb. Bəri başdan etiraf etməliyik ki, Azərbaycan Avropa Şurasına daxil olanda ölkədə nisbi də olsa demokratiya vardı. Ölkə yarım demokratik bir rejim kimi, bir idarəetmə sistemi kimi dəyərləndirilirdi. Amma indi 25 ildən sonra biz bu faktın qarşısındayıq ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü dayandırılıb. Ölkədə sərt avtoritar rejim var. Ölkədə yüzlərlə siyasi dustağın olması artıq sanki adi hal alıb və çox təəssüf ki, həm ölkə vətəndaşları, həm də beynəlxalq təşkilatlar bu dəhşətli fakta sıradan bir statistika kimi baxırlar. Biz Azərbaycan mühacirəti öz fəaliyyətimizdə Azərbaycanın bir dövlət olaraq beynəlxalq birlik qarşısında, beynəlxalq strukturlar qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını həm Azərbaycan hakimiyyətindən, həm də həmin öhdəliklərin tərəfi olan həmin beynəlxalq birliklərdən, beynəlxalq təşkilatlardan, o cümlədən Avropa Şurasından tələb edirik və tələb edəcəyik. Biz bugün bu aksiyayla Azərbaycanda insan haqlarının və siyasi azadlıqların, bütün azadlıqların, media azadlıqlarının təmin olunmasını tələb edirik. Biz tələb edirik ki, həmin bu beynəlxalq strukturlar Azərbaycanda nəhayət nöyüt və qaz siyasətini əsas prioritet olaraq qəbul etməkdən imtina etsinlər, çəkinsinlər və hər il daha ağır, daha fəlakətli günə salınan Azərbaycanlıların taleyinə biganə qalmasınlar. Bir daha bu aksiyaya gəldiyinizə görə təşəkkür edirəm və növbəti çıxışlara başlayaq. Əfqan bəy, buyurun. Tamamlayıram ben de. Yağışlı, yoğun kış gününde Avrupa ülkelerinden bizim büyükki aksiyada iştirak etmemizi esasmektedir. Azerbaycan'da devam eden represif siyasete itiraz etmekte. Aynı zamanda biz talep ederiz ki Azerbaycan hakimiyeti son felaketli olsun üstünde Ukrayna muharebesinde Rusya Şilyenlerin yakınlığında tepki eşidilsin. Anlat. Allah bakıyorsun. Hazırlarsın ki İbrahim Hanım. Yapmana dövüyor. Buna maşın geldi. Neyse becer ama geldi maşın buradan da yaşıyor. Cüzünü burada olduğu ile. Rahim Bey. Ha? Yok, orada ha? Cüzünü orada eləmişdik. Bizden pazar günüydü. Ha, duymadım ki. Daha da dramatikləşmiş. Biz permanent represiya siyaseti. Senden bir şey sordu. O polisten soruşabilirsiniz. Biz orada elemeyiz.
Keçmək istəyirdim. Azərbaycanda mövcud olan kriminal korrupsiyası Sizlə nümayəndələri Sahil narahatçılıq hissi keçirmirlər. Çox təəssüflər olsun ki, Azərbaycan sözü respublika anlayışları onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanla işğal olunmuş ərazi kimi davranırlar, vətəndaşlarla Sahil şəkil elə. heç bir Həmişə deyirik ki, Azərbaycan Şimali Qara yoluna 80 artıq təxminən 80 bu problem həll olunur. Ha? Bilmirəm də. Biz soruşuq Baktı ki, Azərbaycan bir addımlığındadır. Şimali Qaraya çekilir. Bunu beyanı Qulu Məmmədli Maraqlıdır ki, hazırlar. proseslərlə bağlı bir ifadə işlədir. Getdir rahının yanında. Azərbaycanda beynəlxalq hüquqlar. İlham Əliyev Azərbaycanda Nəcib beynəlxalq müəssisəsi. Bu onsuz niyə olmasın? Ayıb gedir. hissələr çox var. Yəni, müxtəlif vaxtlarda Azərbaycan parlamentlərində elə ratifikasiya edilmişdi insan müqazanlıqlarla bağlı bilavasitə beynəlxalq hüquqdan irəli gələn öhdəliklər ratifikasiya edilmişdi, amma İlham Əliyev onları faktiki olaraq ləğv elədi. Necə ki, ölkədə respublika ləğv olunub, anlayış ləğv olunub. Yəni, bunlar, yəni Azərbaycan sözündən tutmuş respublika anlayışına qədər son dərəcə nominal xarakter kəsb edir və Azərbaycan faktiki Çoxdan, təcrübə də olun. deməli, mülkiyyəti kimi idarə olunur. Yəni, dövlətə münasibət Bayağıdan düşünürüm ki, orada o tərəfdir. Niyə deyirəm olmaz, qoymurlar. Bu deyəməlidir. Aslında uşağı göndərini geçsə, hakim istəyirəm. Keçən dəfə yazı yazmışam, mənə Kim qələt edir, sənə gəlməsə demiş. Çox təəssüflər olsun. Azərbaycan öz tarixinin çox qara bir dövrünü yaşayır, çox ağır bir dövrünü yaşayır və Azərbaycanın istəyənlər hamısı bu vəziyyətdə əllərindən gələn eləməli tərəf Akşam nətər keçdi? Çox mehribanlıq. Əfqan dalaşıyor. Agresiv olur. ona yol ver. Təəssüflər olsun ki, heç də Ya buradan maşın gəlir, mən başım çıxmır. Bugün Azərbaycan dünyada olan 15 ən dəhşətli, ən deməli, amansız repressiv rejimlərdən biri olan ölkə. Təsəvvür edirsiniz, yaxınlarda bir məlumata rast gəldim. Bəlli oldu ki, Azərbaycanla Afrika ölkəsi Efiopiya arasında lap yaxın vaxtlarda, təxminən bir ay əvvəl biznes forum keçirdi. Maraqlandım, bəlli olur ki, Azərbaycan korrupsiya indeksində 154-cü yerdədir. Amma Efiopiya, Afrika ölkəsi 99-cu yerdədir. Yəni, Azərbaycan son dərəcə ağır verir. Əgər Rəsulzadə və onun silahdaşları Azərbaycanı 25 ən demokratik ölkədən o vaxtı birinə çevirə bilmişdilərsə, indi Azərbaycan 25 ən korrupsioner deməli rejimlərdən biri olan ölkə. Mən bir daha təkrar edirəm, Əli Kərimlinin həbsi ilə Azərbaycan hakimiyyəti, İlham Əliyev rejimi açıq şəkildə göstərilir var ölkənin Şimali Qaraya çevrilməsini. Və bir fikirlərdə vurğulamaq istəyirəm ki, Azərbaycandakı hakimiyyət Ermənistanla sülh müqaviləsini son dərəcə baha qiymətə satmaq fikrində. Ona görə proses uzadır. Ona görə baxmayaraq ki, uzun müddətli ABŞ-ın keçmiş administrasiyası, ABŞ-dan indiki administrasiya, Avropa Birliyi, yəni Avropa deməli birliyini təşkil edən ən deməli güclü dövlətlər belə və ondan kənarda olan deyək ki, Böyük Britaniya uzun müddətli çalışırlar ki, Azərbaycanla Ermənistan arası sülh müqaviləsi imzalansın, amma Azərbaycandakı rejim bir daha təkrar edirəm, son dərəcə baha qiymətə satmaq istəyir bu sülh müqaviləsini. Yəni davranış bundan ibarətdir, mesaj bundan ibarətdir ki, prinsip bundan ibarətdir.
biz Ermənistanla sülh müqaviləsini bağlayacağıq və siz bunu çox istəyirsinizsə, siz bizim Azərbaycanı Şimali Koreya çevirməyimizə mane olmamalısınız. Və təsadüfi deyil Gəlikərin həbsinin 2 həftə sonra Azərbaycandan Ermənistana ilk son 40 il ərzində ilk dəfə bu məhsullar, neft məhsulları göndərilir və çox geniş bu reklam olur. Son dərəcə geniş reklam olur və göstərirlər ki, biz Ermənistanla münasibətləri yaxşılaşdırmağa, amma hazırlıq sən bizə imkan verin. Bu ölkə bizim təsərrüfatımızdır, mülkiyyətimizdir və biz bu siyasəti bundan sonra da aparmaq istəyirik. İstərsinizsə bu regionda sizə dediyiniz olsun, Ermənistanla sülh müqaviləsi bağlansın, o halda bizə ölkəni Şimali Koreya çevirməyə mane olur. Bu hakimiyyətin apardığı siyasət. Onlar bu siyasəti müəyyənləşdirir, bu kurs aparırlar, israrla aparmaqda davam edirlər Azərbaycan cəmiyyətinin üzərinə çıxır. Əgər biz özümüzü Azərbaycanda hesab ediriksə, biz Azərbaycanın normal bir ölkəyə çevrilməsini, mədəni xalqlar ölkələr cərgəsinə qoşulmasını istəyiriksə, indiki son dərəcə ağır vəziyyətdən, bu vəhşi repressiya, vəhşi korrupsiya, insan hüquq və azadlıqlarının kütləvi şəkildə çobukcasına pozulmasına son qoymaq istəyiriksə, biz əlimizdən gələni etməliyik. Bizim görə biləcəyimiz işlər var və bizim başlıca problemimiz lazımı səviyyədə, yəni mütəşəkkil bir qüvvə kimi ortaya çıxa bilməməyimizdir. İndi bax bu sosial şəbəkələrin bizə verdiyi çox qılardan istifadə edərək biz Azərbaycan hakimiyyətinin apardığı siyasətə qarşı çıxa bilərik. Bunu kollektiv şəkildə, bunu müəyyən bir plan, proqram əsasında, konsepsiya əsasında çox tez-tez müxtəlif platformalarda müzakirələr aparmaqla, təşkilatlanmaqla və qarşımızda duran vəzifələri reallaşdırmaq üçün tez-tez tədbirlər keçirir. İstər bu küçə tədbirləri olsun, bu tipli istər. Yəni bizim bugün əlimizdə böyük imkanlar var. Dünya internetin içindədir və dünya o müstəvidədir də indi. Və biz də Azərbaycanda baş verən, Azərbaycandakı hakimiyyəti, ölkəni fəlakətə aparan bir hakimiyyətə qarşı ilk növbədə biz Azərbaycanı xilas etmək istəyənlər və bu da Azərbaycanın demokratikləşməsi ilə bağlıdır, ondan asılı məsələdir. Biz ortaya hər gün mövqe qoymaqla, yəni bu sosial şəbəkələr bizə bu imkanı verir axı. Biz gün ərzində niyə bu baş verən, Azərbaycanda baş verən hadisələrlə bağlı paylaşımlar etmirik? Dəhşətli hadisələr baş verir, insan hüquq azadlıqları kobud şəkildə pozulur. Bizim imkanımız var axı, hər gün münasibət bildirmək, hər gün bu barədə danışmağa, paylaşımlar etməyə bizə nə mani olur? Məsuliyyət və intizam burada çox müstəsna əhəmiyyət kəsb edir və Azərbaycana görə gerçək narahat. Azərbaycanı dağıdanlar var və Azərbaycan normal ölkə çevirməsini istəyənlər onlar bizik. Bizim qarşılıqlı şəkildə deməli müəyyənləşdirilmiş fəaliyyətimiz gün və müəyyən plan proqram əsasında gündəlik fəaliyyətimizdən bu asılıdır. Biz nə qədər çox olsaq bir o qədər ölkəyə bizim faydamız dəyə bilər. Güman edirəm ki, biz bundan sonra daha mütəşəkkil şəkildə çalışacağıq ki, Azərbaycandakı proseslərə münasibət bildirək və dünyanın ondan xəbər tutması üçün belə imkanlar var. Yaşadığımız ölkələrdə parlamentlər var, müxtəlif deməli strukturlar var. Daha sıx onlarla əməkdaşlıq etmək lazımdır. Bugün nəticə olmayacaq. Amma nəticənin olması ilə bugün başlamalısan. Bir aydan sonra ola bilər, 3 aydan sonra ola bilər. Yaşadığımız ölkələrdə adamlar var ki, hətta burada adamlar var ki, onlar ölkənin vətəndaşlarıdır. Vətəndaşları da olmasa onların orada yaşamaq hüququ var və onun əsasında onlar gedib deputatlarla görüşə bilərlər, mətbuat orqanları, jurnalistlərlə görüşə bilərlər. Azərbaycandakı bu dəhşətli vəziyyət haqqında məlumatların daha geniş yayılmasını təmin etmək olar. Ümid edirəm ki, güman edirəm ki, Azərbaycanda indidən bu dəhşətli proseslərə biz adekvat münasibət bildirəcəyik və bu baxımdan Azərbaycana xidmətimizi bundan sonra daha səmərəli şəkildə apara biləcəyik. Çox sağ olun. Salam dəyərli dostlar, hər birinizi salamlayıram. Bugün bizim bura yığılışmaqda məqsədimiz Azərbaycanda baş verən son repressiyalar, Azərbaycan hakimiyyətinin, Azərbaycan xalqı üzərində həyata keçirdiyi bu amansız repressiyalardır ki, biz Avropadan ona öz səsimizi qaldırırıq. Bugün Azərbaycan kimi kiçik bir ölkədə 400'ə yaxın siyasi məhbus var ki, bu Avropa Şurasına üzv olan bir dövlət üçün çox utanc verici bir məsələdir. İndiyənə qədər Azərbaycan hökuməti
əlində olan digər resurslardan istifadə edərək Azərbaycan xalqının səsini batırmaqdan ötürü, Azərbaycanda repressiyaların şiddətini artırmaqdan ötürü müxtəlif bəhanələrdən istifadə edirdi. Amma artıq İlham Əliyev hakimiyyəti elə bir dövrə qədəm qoyub ki, o artıq qarşısında heç kimi bir təhlükə kimi hesab etmir. Qarşısına çıxan hər kəsi istənilən formada şərtləyir, həbsə məruz qoyur və çox təəssüflər olsun ki, bu həbslər qarşısında, bu repressiyalar qarşısında Avropa Birliyinin aidiyyatı orqanları, məsələn Avropa Komissiyası, Avropa rəsmiləri öz etiraz səslərini qaldırmırlar. Bugün Azərbaycanda elə bir repressiv bir vəziyyət yaranıb ki, biz 2 gün öncə yəqin ki, hər biriniz gördünüz, internetdən izlədiniz ki, Azərbaycanlı bir xanım Könül Əhmədova, səhv eləmirəmsə, sadəcə olaraq hər hansı bir tənqidi şərh yazdığı üçün onu 10 sutka müddətində həbsə məruz qoymuşlar. Yəni bu onu göstərir ki, Azərbaycanda artıq Türkmənistan standartları həyata keçirməyə, artıq Türkmənistan standartlarını da keçib Azərbaycanda bir Şimali Koreya vəziyyətini yaratmaq istəyir Azərbaycan hökuməti. Burada bizim Avropada və digər dünyanın başqa ölkələrində olan insanlarımızın səsinin gəlməsi ilə bərabər həm də Azərbaycan xalqına bir çağırışımız var ki, Azərbaycan xalqı hələ də əlində olan imkanlardan istifadə edərək ən azından sosial mediada, sosial şəbəkələr üzərindən öz haqqını tələb etmək imkanına sahibdir. Biz bir neçə gün öncə İranda baş verən hadisələr fonunda gördük ki, bir sosial şəbəkə segmenti bir xalq üçün nə qədər əhəmiyyətli bir məsələdir. Amma çox təəssüf ki, bugün Azərbaycanda Azərbaycan xalqının hər birinin əlində ağıllı telefon olmasına baxmayaraq, Azərbaycan xalqının quru sərhədlərinin 6 ilə yaxın bağlı saxlanılmasının səbəbi Azərbaycanda demək olar ki, bütün fundamental azadlıqların qəsb edildiyi bir məqamda Azərbaycanda 60%, 70% insanın işsiz olduğu bir vaxtda Azərbaycan xalqının işləyən kəsiminin təxminən 1 milyon yarım insanın işlədiyini göstərirlər və bu 1 milyon yarım insanın 1 milyon nəfəri aylıq 400-500 manat miqdarında əmək haqqı alır Azərbaycanda. Yəni o əmək haqqı ilə Azərbaycanda yaşamağın nə demək olduğunu o zülm altında yaşayan Azərbaycanlılar çox gözəl bilirlər. Və Azərbaycan bu günləri sadəcə olaraq xaricə satdığı enerji resursları hesabına ayaqda qalmışdı və Azərbaycana həmin resurslardan bu 33 illik ata-oğul hakimiyyəti dövründə təxminən 500 milyarda yaxın vəsait daxil oldu ki, çox təəssüf ki, Azərbaycan hökuməti bunu aidiyyatı üzrə hesab istifadə etmədi. Onlar bu pulları offshore zonalara, nə bilim, Londonda, Dubayda, Pandorada, orada, burada, harda dünyanın istənilən bir yerində bir korrupsiya əməliyyatı çıxırsa, oradan Azərbaycan hakimiyyətinin adı çıxır, Azərbaycan məmurlarının adı çıxır. Yəqin ki, sizin də hər birinizin bildiyiniz kimi SOCAR-ın 5-ci müavini, yoxsa 10-cu müavini bunu həbs eləyirlər. Bunun deməli Türkiyədə 20-yə yaxın evi çıxır. Nə bilim, Adnan Əhmədzadədir kimdir, onu həbs eləyirlər, milyarda yaxın pul çıxır. Nə bilim, hansı naziri həbs eləyirlər, bunun milyarda yaxın pul çıxır. Kimindir bu pullar? Bu pullar Azərbaycanda 80 manat deməli prezident təqaüdünün, adına da təqaüd qoyublar bunun. Təqaüdə məruz qoyulan Azərbaycan övladlarıdır. Bu pullar Ermənistanda, Gürcüstanda, dünyanın bütün ölkələrində uşaq pulu verilməsinə rəğmən Azərbaycanda verilməyən uşaq pullarıdır. Bugün bu pullar Azərbaycan pensionerlərinin pullarıdır. Və Azərbaycanda ki, kimsə qalxıb bunu tələb edəndə ki, niyə gələn gəlirlər Azərbaycan xalqı arasında şəffaf bölünmür? Gələn gəlirlər nə üçün Azərbaycan xalqının digər kateqoriyalarına çatmır? O zaman həmin insanları şərləyib həbs edirlər. Və çıxışımın əvvəlində mən qeyd elədim, Azərbaycan Avropa Şurasının üzvüdür və Azərbaycan Avropa Şurasının üzvü olmasına rəğmən isə Azərbaycanda siyasi məhbus sayına görə Azərbaycan Avropa Şurasında 1-ci yerdədir. Və bir neçə gün öncə siz yəqin ki izlədiniz, İlham Əliyev artıq öz oğlunu hakimiyyətə gətirməkdən ötürü onun üçün yollar, variantlar Azərbaycan xalqının yavaş-yavaş
gözünü başına alıştırmağa çalışır ki məndən sonra bu hakimiyyət irsi olaraq mənim oğluma ötürüləcək. Necə olacaq bəs bundan sonra Azərbaycan xalqının vəziyyəti? Azərbaycan resurs iqtisadiyyatına malik bir ölkədir və resurs iqtisadiyyatının da əsas tərkib hissələri neft və qazdır. Neft və qaz da hər il tükənə gedir və İlham Əliyevin oğlu əgər 2-ci Heydər Əliyev hakimiyyətə gələcəksə, Azərbaycan xalqının yaşadığı bu dözülməz durum, bu süründürmə siyasəti bundan da betər vəziyyətdə olacaq. Və biz bir xalq kimi, bir Azərbaycanlı kimi özümüzə sual verməliyik. Niyə bizim ətrafımızda Gürcü xalqı, Erməni xalqı, nə bilim, başqa vaxt üstdən aşağı baxdığımız digər xalqlar qalxıb ayağa öz azadlığını, öz demokratiyasını əldə edə bildiyi halda niyə Azərbaycan xalqı öz azadlığına qovuşa bilmir? Adam bir şeyə təəssüflənir ki, Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci ildə elan olunanda bu müsəlman Türk dünyasında yeganə respublika üsul idarəsidir. Amma bugün Azərbaycanın düşdüyü vəziyyət Bangladeşdən o tərəfədir. İrandan o tərəfə gedib çıxmışıq biz bu sadiq idarəçiliklə, boyun əyməklə. Victor Hugo'nun bir sözü var, deyir ki, bir məmləkətdə, bir ölkədə zülm davam edirsə, orada üsyan müqəddəsdir. Biz nəyin üsyanını aparırıq? Biz yaşamaq üçün üsyan aparırıq. Biz onun mübarizəsini aparırıq ki, biz yaşaya bilmirik. Biz doyunca yemək yeyə bilmirik. Azərbaycan efir məkanını, Azərbaycan sosial segmentini izləmək olmur bugün. Qoca yaşlı insanlar, analar, hamilə qadınlar orada səhərdən axşama kimi yalvarırlar. Biz yaşaya bilmirik. Bizə kömək edin. Və bütün bunların açar kilit yolu isə Azərbaycan xalqının biz konstitusyon yollarla, sivil şəkildə bir araya gəlib öz haqq və hüquqlarına sahib çıxmasıdır ki, bunun başqa yolu yoxdur. Və mən burada yeri gəlmişkən həm də Avropa rəsmilərinə səslənmək istəyirəm. Avropa Komissiyasına, Avropa dövlət rəsmilərinə ki, siz Azərbaycandakı o qədər haqsızlığı görmürsünüz. Azərbaycanda 400-ə yaxın insan şərlənib həbsə məruz qalınıbdır. Azərbaycan müxalifət lideri Əli Kərimli Le Monde qəzetini, New York Times qəzetini, ümumiyyətlə Avropanın və Amerikanın aparıcı nəşrlərinin gündəmindən, manşetindən düşməyən lider bu günləri İlham Əliyevi hakimiyyətə gətirən Ramiz Mehdiyevlə, Əli Kərimlinin hər zaman əleyhinə olduğu Rusiya ilə absurd gülünc ittihamlarla şərlənib həbsə məruz qoyulubdur. Əli Kərimli nə deyirdi? Əli Kərimli hər dəfə deyirdi ki, Azərbaycanın yolu avrointeqrasiyadır. Azərbaycanın çıxış yolu Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi Avropa dəyərlərinə, insan haqlarına önəm verən yoldur ki, biz Avropa ailəsinin bir üzvü olmalıyıq. Həmin şəxsi İlham Əliyev Rusiya ilə ittifaqda, o İlham Əliyev ki, Rusiyanın Ukraynaya 20 saat sonra başlayacağı təcavüzündən öncə Rusiya ilə müttəfiqlik sazişi imzalayıbdır və təyyarə qəzasının baş verməsinə rəğmən, Azərbaycanlıların Rusiyada təhqir olunmasına rəğmən İlham Əliyev hələ də Rusiya ilə müttəfiqlik sazişini ləğv etməyibdir. Və bütün bunların fonunda isə Əli Kərimli hər zaman göstərirdi ki, Azərbaycan Rusiyadan məsafə saxlamalıdır. Azərbaycan Avropaya inteqrasiya etməlidir. Azərbaycan Avropa institutlarına qoşulmalıdır. Və nəhayət Azərbaycanda haqqın, hüququn, ədalətin bir mücəmməsisi ortaya gəlməlidir. Amma biz nəyi gördük? Biz onu gördük ki, İlham Əliyev dünyanı əlbəttə ki, bu absurd gülünc ittihamlarla çaşdırmaq mümkün olmayacaq və Azərbaycan xalqı və bizim də tərəf durduğumuz bu təşkilatlar, insan haqları ilə məşğul olan digər qurumlar Azərbaycandakı bu acımasız rejimə nəhayət öz sözünü deyəcəklər. Avropa Parlamentində qərar qəbul edilir ki, Azərbaycanda 400 nəfərə yaxın siyasi məhbus var. Azərbaycanda insan haqları pozulur, Azərbaycanda insanlara repressiya olunur. Azərbaycanda Elbəy Kərimli Heydər Əliyevin heykəlinə Stalin sözü yazdığı üçün onun il dönümü günü həbsxanada müəmmalı şəkildə meyidi çıxır və buna Avropa Birliyi, Avropa Parlamenti öz etirazını o şəkildə bildirir ki, biz çox təəssüf edirik, biz həyəcanlanırıq bu məsələlərə. Əslində həyəcanlanmaq lazım deyil. Azərbaycan hökumətinə, şəxsən onun başında duran
hakimiyyətə İlham Əliyevə, onun məmurlarına və digərlərinə qarşı sanksiya təyin etmək lazımdır. Biz gördük ki, İlham Əliyev sanksiya özündən Rusiyadan necə üz döndərdi. Əgər Avropa hakimiyyəti neftini, qazını satdığı bu Avropa ölkələri İlham Əliyevə bir neçə sanksiya ard-arda tətbiq etsələr, İlham Əliyev bütün siyasi məhbusları da buraxacaq və Azərbaycanda azadlıqların önünü açmağa məcbur olacaq. Mən sonda bütün həbs olunan siyasi məhbusların hər birinə, Əli Kərimli başda olmaqla azadlıq tələb edirəm və hər birinizə də təşəkkür edirəm ki, qiymətli vaxtınızı ayırıb bura gəlmişsiniz. Azadlık! 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 Məmnun oldum. Çoxdan demək Azadlık! 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 Kışkırdım ben lan. Bu uzun müddet devam edecek. Şimdiden beri uzun müddet devam edecek. Mücadelemizde hamımıza uğradı. Netice itibariyle uğradı. Ama bitirmek isterim ki bu mücadele uzun çekecek. Biz yakın zamanlarda neyse bir netice elde etmeyimiz çok çabuk olacak. Bunu bilmeli ve hazır olmalı. Çığlıktan düşmeyin. Ben bilirsiniz ki tek adamlı kamerada saklanmışam MTN kamerasında. Orada bir kitap elime düştü. Ve kitap Amerika yazısının kitabıydı. Ve orada kuldarlık dövründe, Amerika'da kuldarlık dövründe yaşamış yazıcı. Bu yazının bir fikri benim yadımda kaldı. Dedi ki kuldarlığın resimleştirdiği bir devlette vicdanlı vatandaş için en şerefli yer hapishane. Şimdi bizim 400'den artık silahdaşımız, əqidaşlarımız həbsxanalarda. Bunun çok ağrılı yer. Özüm 2 yıl orada olduğum için biləm çok ağrılı yerdi insanlar için. Ama bunun yaxşı tərəfi de var. Yaxşı tərəfi ondan ibarətdir ki, eğer bizim 400 əqidaş silahdaşımız həbsxanadadırsa, deməli Azərbaycan cəmiyyəti tam ölmüyor. Bütün bu 30 yıl devam eden represiyalara baxmayaraq Azərbaycan cəmiyyəti hələ də canlı. Bu yaxşı tərəf. Vicdanlı, Azərbaycanın gələcəyini düşünən, Azərbaycan uğrunda mübarizə aparmaq istəyən insanlar hələ də var. Hələ də var. Amma bilməliyik ki, təəssüflər olsun. Geosiyasi vəziyyət ondan ibarətdir ki, indi dəyərlər, təəssüflər arxa plana keçir. Bugün bizim vəzifəmiz əslində o cəmiyyəti öldürməyə imkan verməməkdir. O cəmiyyəti öldürmək istəyirlər. Vəziyyət ağırlaşacaq, ona görə ki, represiyalar artacaq, ona görə ki, iqtisadi vəziyyət pisləşir Azərbaycanda. İqtisadi vəziyyət pisləşdikcə hakimiyyəti qorumaq üçün yeganə alət represiyalar olacaq. Əvvəllər heç olmasa kimlərsə satın alırdılar. Hər bir burada müxtəlif partiyaların üzvləri var. Həmin bütün partiyalarda satın alanlar çox olur. Hamımız onu görürük. İndi satın almaq imkanları da məhdudlaşacaq. İnsanların o deyirlər, qədim antik dövrdən məlum olan ki, çörək və əyləncə ilə təmin etmək imkanları azalacaq. Ona görə də yeganə alət cəmiyyəti öldürmək üçün cəmiyyəti represiyalar olacaq. Yəni hazırlaşmalıyıq ki, ona görə ki, tutanların sayı artacaq. Təəssüflər olsun. Buna hazırlaşmalıyıq. Amma vəzifəmiz ondan ibarətdir ki, cəmiyyəti öldürməyə qoymayaq, tam ölməsinə qoymayaq. Yəni ki, yəqin ki, köhnə nəslin nümayəndələri orta məktəbdə Pushkinin o dekabristlərə məktubu var ki, bir gün azadlıq gələcək və o azadlıq gününə biz cəmiyyətə hazırlanmalıyıq. Cəmiyyət canlı olmalıdır, cəmiyyət təşkilatlanmış olmalıdır və hamımızı
mən mübarizəni davam etdirməyə çağırıram. Çünki o buradakı şəkillərdəki insanları birini də biz azadlığa çıxmasını təmin edə bilsək, bu çox böyük qələbəmiz olur. Çünki cəmiyyətdə ümid yaranır və burada toplaşmaqla bir gün onlar onsuz da bura gəlməyə məcbur olacaqlar. Biz elə etməliyik ki, onları bura qaytarmaq üçün heç olmasa bu 400-dən bir 150-sini azadlığa bıraksınlar ki, onlar o kürsülərdə otursunlar, danışsınlar, tərifləsinlər. Amma yenə də o cəmiyyəti canlı saxlayacaq. Uğurlar hamınıza. Teşekkürler. Rauf Bey. Çok hörmətli əqidədaşlarım, sizin hər birinizi burada salamlayıram. Siz bu günlərin bura gəlişinizlə bu etiraz aksiyasında mühüm bir tarixi addıma imza atırsınız. Azərbaycan naminə demokratiyanın yanındasınız. Dünən, bak bu gördüğünüz binada 25 yıl önce 2001'ci yılda bizim bayrağımız asıldı. Ve İllər uzunu bu binada oturanlar ancaq külü yeməklə məşğul olurlar. Azərbaycanın nefti ilə, qazı ilə bağlı münasibətlərin içində oldular. Xalça hədiyyələr aldılar. Və bir il öncə artıq qərara gəldilər ki, Azərbaycan belə bir şurada ola bilməz. Niyə görə? Ona görə ki, Azərbaycanda kütləvi insanların hüquqları pozulur. Siyasi məhbusları var. Bu günlərin burada çıxış edenlər də qeyd elədi. Bizim 400'e yaxın siyasi məhbuslarımız var. Xüsusilə 30'dan çox jurnalist həbsdədir. Və xüsusilə bir mənzərənin altını çizmək istəyirəm ki, Azərbaycanın indiki mafiya ailə hakimiyyəti heç kimə necə deyirlər, hümanist bir addımı yoxdur. Artıq bizim 8'e qədər jurnalist, araşdırmacı tanımlarımız həbsdədir. Bu bizim Azərbaycanımızın indiki iktidarın ləkəsidir, ləkə üzüdür. Mən burada vaxtilə Strasbourg Belediyesi'ne müracaat edip 2009 yılda icazə alıp burada etiraz aksiyası keçiren insanlardan biriyim. Yani bu binada bizim bir neçə görüşlərimiz oldu. Her birimiz faktları ortaya koyanda düzələcək, biz bir addım ileri gördük. Ama neticeler ne cürdür? Neticeler ondan ibaret ki Azərbaycanda siyasi bir bugüne kadar formalaşmadı. Azad seçkiler yoktur. Azad mətbuat yoktur. Demək olar ki, bir cəmiyyətin demokratik strukturunu əhatə edebiləcək institutlar tamamıyla məhv olur. Və bu günlərin Azərbaycanın ümidi olan qeyri-hökumət təşkilatları, jurnalistikası, siyasi mühitin insanları hamısı bax Avropada, dünyanın müxtəlif ölkələrini səfərlənib və biz mübarizəmizi bu şəkildə aparmağa məhkum edilmişik. Mən bax bu günləri burada çıxış edərək təbii ki bizim bəyanatımızı bizim təşkilatın, alt təşkilatın rəhbərliyi bu aidiyyatı orqanlara verəcək və mən buradan bu binaya səslənirəm. Bax bu binaya. Bu binada çoxlu Azərbaycandan pullar yediniz, külülər yediniz, alçalar hədiyyadır. Ama gelin, sondur bu. Gelin Azerbaycan'da demokratiyanın yanında olun. Yaşasın demokratiya. Aile hakimiyetine son koyulsun. Teşekkürler. Çok sağ olun dostlar. Kimse çıkış eləmək istəyən. Mikrofonu zəhmət. Liberté! 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 Azadlık! Azadlık!
Azadlık! Azadlık! Son azadlık! Azadlık! Dostlar, kimse çıkış eləmək istəyirsə, lütfen bildirin. Zaten ilk maaşları biraz anlaşılmazlık olmasın. Bu aksiyanın teşkilatçısı Asimkom'dur. Azerbaycan siyasi muhacirlerinin koordinasiya merkezidir. Fürsətten istifadə edərək mən bütün siyasi muhacirlərə, bütün muhacirlər deyə bilmərəm, amma əlkim çatan bütün siyasi muhacirlərə təşkilatlanmağı təklif edirəm. Məhz Asimkom ətrafında təşkilatlanmağı təklif edirəm. Bizim irəlidə görəcəyimiz çox böyük işlər var. Biz olduqca mühüm və gərgin bir fəaliyyətin içində olduğumuzun fərqində olmalıyıq. Ölkədə siyasi məhbuslar var. Bizim mühacirət olaraq ilk qayğılarımızdan biri həmin siyasi məhbusların həyatını bir qədər də olsa yüngülləşdirməkdir. Bunun üçün Asimkom'un kampaniyasında iştirak etməyə çağırıram. Eyni zamanda değerli dostlar, lütfen ve lütfen növbəti aksiyalara, növbəti tədbirlərə hem özünüz hem de çevrənizdə olan insanların səfərbər olunması üçün əlinizdən gələni edin. Rauf Bey çok güzel bir söz dedi çıkışındaki. Biz o cəmiyyəti ölməyə qoymamalıyıq. O cəmiyyətin ümidlərinin məhv olmasına imkan verməməliyik və bizim siyasi muhacirət korpusu olarak bütün fəaliyyətimizin əsas hədəfi Azərbaycan cəmiyyətinə ümid vermək, Azərbaycan cəmiyyətinin azadlıqlar və demokratiya uğrunda direnişine dəstək verməkdir. Çox təşəkkürlər hər birinizə, böyük sayğılar bu tədbirə qatıldığınıza görə. Sağ olun, eşq olsun. Qənimet Bey, şuarlar səsləndi. Qənimet Bey, şuarlar səsləndi. Azadlıq! Azadlık! 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 Azadlık!